Allahümme salli ala Muhammed. Gördüyünüz kimi Zülfüqar qəbri öpərək dua edir. Məyər bu təzim deyilmi? Allahdan qeyrisinə dua edib təzim etmək olarmı? Onu da qeyd edək ki, qəbir üzərində məscid və ya tikili tikmək İslam əqidəsinə görə qəti qadağandır. Bu həm sünni, həm də şiə mənbələrində belədir. Əfsuslar olsun ki, buna nəinki sıravi şiələr, Qumda, Nəcəfdə, Suriyada təhsil almış Zülfüqar və onun kimi şiənin digər elm tələbələri bunu qadağan etməkdənsə gördüyünüz kimi bu xurafat və şirkə sıravi şiələr də təşviq edir.